Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin xidməti ərazisi 26.033 hektar sahəni əhatə edir. Sahələrin suvarma suyuna olan tələbatı rayon ərazisindən keçən dağ çaylarından, Samur-Abşeron kanalından, eləcə də 60 ədəd subartizan quyusundan qaldırılan su hesabına ödənilir. Əkin sahələrinə suvarma suyu ümumilikdə 556 km suvarma kanalları vasitəsilə ötürülür. Verilən suyun istehlakçılara itkisiz və vaxtında çatdırılmasını təmin etmək məqsədi ilə torpaq məcralı kanalların beton üzlüyə alınması tədbirləri ötən ildə də davam etdirilib. Gənclər qəsəbəsi, Aşağı Atüç, Çaydüzü, Davudova və Hacı Hüseynli kəndlərində Xurel Arxa adlı kanalın 1650 pagometr hissəsi, ikinci nüvədi və Pirvahid kəndlərinin torpaq sahələrinə suvarma suyunun vaxtında və itkisiz çatdırılması üçün Pirvahid adlı kanalın 2200 pagometr hissəsi beton üzlüyə alınıb. 556,3 kilometr suvarma kanallarından istifadə olunur. Həmin suvarma kanallarının 244 kilometr torpaq məcalı, 119 kilometr beton üzlüklü, 194 kilometr isə boruludur. Üzərində durduğumuz Xurel Arxı hal-hazırda texnikalar vasitəsilə lildən təmizlənərək yaz mövsümü üçün işlək vəziyyətdən hazırlanır. İdarənin balansında 10.854 pagometr uzunluğunda mühafizə bəndləri mövcuddur. Bundan 6.861 metr beton, 2448 metr daş beton, 1095 metr dəmir beton, 450 metr isə torpaq bəndlərdir. 2025-ci ilin cari tədbirlər planına uyğun olaraq ümumilikdə rayon arasında yerləşən çayların məcra təmizləmək, su istiqamətləndirici bəndlərin qorunması və su qorunması üzrə 674 kubmetre həcmində torpaq məcra işləri görülmüşdür. Qubada fəaliyyət göstərən fermerlər hər il əkin sahələrindən və meyvə bağlarından bol məhsul əldə edirlər. Bunun səbəbi də vaxtında aparılan suvarmadır. Kəndçilikdə kimin nə qədər torpaq var, onun işlə məşğuluq. Mən özüm də bağçılıqla məşğulam. Yəni belə suda azada problemi yoxdur. Məhsul baxırdı, məsəl üçün hardasa almadan bir hektardan belə bir 15.000, 12.000 ilə baxırdı, 10.000 qazanc götürmək olur. Sakinlərin sözlərinə görə əvvəlki illərdə yaz və payız aylarında güclü yağışlar nəticəsində sel təhlükəsi ilə üzləşiblər. Ancaq son illər görülən qabaqlayıcı tədbirlər bu təhlükədən onları sığortalamış olur. Baxmayaraq çayın adı quru çaydır, ancaq yaz, payız aylarında bu çay həqiqətən də dağdan ərimiş qarın nəticəsində sel yağışların nəticəsində güclü sel, kənd selə məruz qalıb, dəfələrlə məruz qalıb. Hətta bizim dayandığımız körpüdən 500 metr aşağıda vaxtilə körpü salınmışdı. O körpünü də seli yuyub aparmışdı. Şükürlər olsun dövlətimizin sayəsində indi valla bu abadlıq işlərini görəndə, bu çayın məcrasını görəndə çox sevinirik ki, artıq bu təhlükələrdən yanıq. Qeyd edək ki, Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 10.695 əhali, 669 qeyri-əhali olmaqla ümumilikdə 11.364 abonentə xidmət göstərir. Xidmət ərazisində yerləşən məhəllə daxili və magistral kanalizasiya şəbəkəsində müxtəlif diametrli olmaqla 1590 metr, 68 quyu kanalı yuyan maşınla 3310 metr, 198 quyu ilə isə əl ilə təmizlənərək yaranmış çətinliklər aradan qaldırılıb.